Yoldaş medianın təsisçisi və ictimai fəal Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib. Martın 16-sı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə təqsirli bilinib. İttiham haqqında iddia olunur ki, Əhməd Məmmədli sərnişin kimi mindiyi avtomobildəki digər sərnişinə mübahisə zəminində bıçaqla xəsarət yetirib. Özü isə ittihamı rədd edir və keçmiş siyasi, ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir. 25 yaşlı Əhməd Məmmədli 2020-ci ildə Azərbaycanda ilk tələbə hərəkatı sayılan Tələbə Güc Mərkəzini yaradıb. 2021-ci ilin oktyabrında isə Demokratiya 1918 hərəkatının sədri seçilib. Onun rəhbərliyi altında hərəkat yeni proqram qəbul edərək özünü solçu ideologiyaya yönələn təşkilat elan edib. İşçi hüquqları, sosial ədalət, xalqların dostluğu kimi dəyərləri prioritetləşdirib. Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana qarşı siyasətini tənqid edən Əhməd Məmmədli 2021-ci ilin sentyabrında bir aylıq inzibati həbs olunub. Bundan sonra onun ölkədən çıxışına qadağa qoyulub. 2023-cü ildə D18 hərəkatı ölkədəki repressiv mühiti əsas gətirərək fəaliyyətini dayandırıb. Əhməd Məmmədli 2025-ci ilin əvvəlində Azərbaycanda azad mətbuata qarşı təqiblər fonunda yoldaş medianı təsis edib. O, həbsindən bir gün öncə müxalif siyasətçi Tofiq Yabulunun məhkəməsi önündən çəkiliş aparmışdı.